Paytaxtın Nərimanov rayon ərazisində yaşayan bir qrup sakin polisə müraciət edərək gecə saatlarında yaşayış ünvanlarının yaxınlığında yerləşən ictimai yaşayış obyektlərində yaradan məişət səs-küyünün onları narahat etməsi ilə bağlı şikayətlərini bildiriblər. Bu istiqamətdə Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanlarda fəaliyyət göstərən kafe, restoran, əyləncə mərkəzləri və digər ictimai yaşayış obyektlərində profilaktik tədbir keçirilib. Nəticədə bir neçə obyektin gecə saat 00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai yaşayış obyektlərində yüksək səsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb. Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.